da. Pizza hazırlayırdım, amma qızım dedi ki, mən çiyələkli pizza istəyirəm və keçdim onu hazırlamağa. 1 stakan suyumuzun içərisinə, ilıq suyun içərisinə 1 yemək qaşığı quru mayanı əlavə edib qarışdırıb bir neçə dəqiqə gözlətdim. Daha sonra bir mikser qazanımın içərisinə 2 stakan un, 1 yemək qaşığı qarğıdalı unu, 1 damcı duz, 50 mg duru yağ və hazırlamış olduğum quru mayalı suyu əlavə edib yaxşıca yumuşaq bir xəmir yoğurdum. Səhər tezdəndən axşama qədər gözlətdim. Mən də bütün xəmirləri tökürəm. Okey. Tuta bilmirəm. Xəmirimiz özünə gəldi və biz yağlı bir kağızın üzərinə yerləşdirib yayırıq. Daha sonra bişən zaman şişlər yaranmaması üçün üzərini vilkalayıb çiyələk cemi ilə hər tərəfini soslayırıq. Ay. Sən mənə ver, mən sənə göstərim yeri. Son olaraq isə marshmallow, çiyələk və şokoladımı 3 hissəli şəkildə pizzamın üzərinə yerləşdirirəm. Siz qarışıq da hazırlaya bilərsiniz. Bizdə qızım ayrı-ayrılıqda istəmişdi deyə mən o şəkildə hazırladım. Və 170 dərəcə sobada, əvvəlcədən isitdiyim sobada təxminən 10 dəqiqə bişirdim. Qeyd edim ki, əvvəlcədən xəmiri bişirib, daha sonra sosu və ərzaqları üzərinə yaysaz, daha yaxşı bir nəticə alarsınız. Bir 5 dəqiqə onu bişirib, daha sonra isə ərzaqları düzürsünüz. O formada görüntü daha xoş olacaq. Hazırlaması bu qədər rahatdır. Hazırlayan hər kəsə indidən nuş olsun.